Salam aleyküm əziz dostlar. Bura qəbristanlıqdır Rusiyada. Demək bura müsəlmanların qəbristanlığıdır. Burada isə biraz qabağa gedirsiniz. Orada heyvanların qəbristanlığıdır. Yəni itlərin, pişiklərin. O tərəfdə də xristianların qəbristanlığıdır. Yəni burada isə müsəlmanlar dəfn olunub. Hər yer qardır. Hər yer qardır. Belə qar basıb, qəbirlər qalıb qarın içində. Bax, bunlar müsəlmanlardır. Burada da müsəlmanlar dəfn olunublar. Yəni milliyyətləri fərqlidir. Tatarlar var, başqırlar var. Azərbaycanlılar var burada həmçinin dəfn olunub. Bax, bu gördüyünüz şəxs Azərbaycanlı da burada dəfn olunubdur. Sonra çoxdur burada. Burada çoxdur Azərbaycanlılar. Yəni hər millətdən var da, yəni ki. Allah hər birinə rəhmət eləsin. Allah ruhlarını şad eləsin. Allah günahlarını bağışlasın. Baxın. Bir xanım da bu da rəhmətə gedir. Allah rəhmət eləsin. Bu da xanımlardır. Baxın. Şərifov Yusif Amidoğlu. Allah rəhmət eləsin. Qəbristanlıq böyükdür, yəni getdikcə. O tərəfdə də biraz qabaqda da heyvanların qəbristanlığıdır. Yəni bunlar Ruslar öz heyvanlarını belə bastırırlar. Yəni yiyəsiz küçəyə atmırlar öləndən sonra. Aparırlar, bastırırlar. Hətta baş daşı da belə qoyurlar. Belə İnşallah biraz qabağa gedim. Alınsa sizə çəkib göstərəcəm. Biraz qabağa gedim inşallah. Qarın altında qalıblar. Ola bilər ki. Artıq səhv eləmirəmsə bunlar heyvanlara aiddir. Artıq bunlar heyvanların qəbrisi. Bəli. O tərəfdə artıq hamısı heyvanların qəbirlərdir. Bəli. Sadəcə istədim çəkəm göstərəm. Yəni yəqin ki maraqlı olar. İnna lillahi və inna ileyhi raciun. Allah'tan gəlmişik. Hamımız da Allah'a tərəf qayıdacağıq. Hər bir canlı ölümü dadacaqdır. Yəni ey insanlar, dünyaya bir o qədər də arxalanmayın. Yəni dünya fanidir, keçicidir hamımız üçün. Axırımız bax bu qara torpaq, bir qaranlıq çuxur. Allah köməyimiz olsun inşallah. Hələlik bu qədər.